Növbəti yarım final qarşılaşması və final uğrundakı mübarizəni izləyəcəyik. Göyküncdən Tacikistanlı Umarov ringə gəlir. Növbəti yarım final döyüşü Özbək boksunun finaldakı rəqibi kim olacaq? Azərbaycan yoxsa Tacikistan boksusu? Ayxan Həsənov, Bəhruz Umarov döyüşünü izləyəcəyik. Döyüş başlayır. Döyüş başlayır, uğurlar. Ayxan Həsənov. Rəqibi yaxın buraxmamaq, uzaqda tutmaq, orta məsafədən azından tutmaq yaxşı olar. Umarov isə yaxına gəldikcə əlbəttə ki, keyfiyyətli zərbələr endirir. Əla döyüş izləyirik, çox əla döyüş izləyirik hər iki boksçudan. Qabaq 52 zərbəsi var artıq Ayxanın. İndi zərbələr buraxır idmançımız və küncdən çıxmalıdır. Mərkəzə meyilləmək lazımdır. Küncə sıxıldıqca yaxınlaşır rəqib və zərbələri şiddətləndirir.
Raundun son saniyələri və birinci raund başa çatır. Hər iki boksçu məşqçilərindən tapşırıqlarını alır və ikinci raund üçün hazırlaşır Ayxan Həsənov. Teymur Məmmədovdan tapşırıqları aldı və yəqin ki ona küncə sıxışmamağı və oradan maksimum tez çıxmağı tapşırdı Teymur. Çünki küncə çəkildikcə tacik boksçu İndi isə yaxşı zərbələr endirdi Ayxan. Qabaq əllə yaxşı işləyir Ayxan. Birinci zərbələri hər dəfə tutarlı olur demək olar ki. Bax, belə vəziyyətlərdə klinç yaratmaq olar. Belə vəziyyətlərdə klinç yaratmaq olar. Açıq əllər aşağıda döyüşür Bəhruz Umarov və bundan yararlana bilər indi Ayxan. Çox arxayındır özünə. Və belə olanda zərbələr buraxır təbii ki. Yenə qabaq əl yaxşı işlədi. Aha, bax indi yaxşı yayındı zərbələrdən Həsənov. İkinci raundda məncə daha keyfiyyətli döyüşən Azərbaycan boksçusudur. Əksər zərbələri boşa çıxır Umarovun və Ayxanın belə müdafiə olunmasını yalnız alqışlamaq lazımdır. Zərbələrdən ustalıqla yayındı bu raundda. Son saniyə zərbəsi də Ayxan Həsənovdan gəldi və bu raundu fikrimcə Azərbaycan boksçusu həmyerlimiz daha yaxşı səviyyədə keçirdi. Məncə Teymur Məmmədovun tapşırıqlarına əməl etdi ikinci raundda, amma üçüncü raunda güc saxlamaq lazımdır. Üçüncü raundda yenə taktika ilə döyüşmək lazımdır, çünki rəqib istəkli olacaq. O ikinci raundda istəyinə nail olmadı, imkan vermədi Ayxan. Üçüncü raund üçün hazırlayır onun məşqçiləri. Yenə Ayxanın qabaq əllə indirdiyi zərbələr hamısı tutarlı alınır. Umarov nə qədər zərbələrdən yayınsa da fikrimcə Ayxanın zərbələri çox yaxşı alınır.
İndi isə Umarovun zərbəsi tutarlı idi. Arada bir dincəlmək lazımdır. Kürəyə zərbə indirmək olmaz. Tacik boksçu qaydanı pozurdu. Çox yaxşı zərbələr. Qarına zərbə xüsusilə əl alınmışdı. İndi apirkot buraxdı Ayxan, amma burada klinç vəziyyəti yaratması, döyüşü pasivə keçirməsi yaxşı oldu. Son 10 saniyə. İndi isə Umarovun zərbəsi dəqiq alındı. Belə ilə döyüş başa çatır. Məncə bu döyüşdə Ayxan daha yaxşı döyüşmüşdü. Məncə qələbəyə layiq mübarizə aparmışdı. Həm yerlimiz bu döyüşdə daha yaxşı çıxış etdi. Görək hakimlərin qərarı necə olacaq. Birinci döyüşdə Tacik boksçunun məğlub olmasından sonra Tacikistan komandasının məşqçiləri hər döyüşçülərindən belə deyək, hər döyüşçüsündən yekuna görə qələbə gözləyəcək bu. Amma məncə ola bilər birinci döyüşdə Dəmir Nəzirov qələbəyə layiq idi, amma bu döyüşdə Ayxan heç də Umarovdan geri qalmırdı və məncə qələbəyə daha layiqli idi. Tacikistanlı Umarov qalib elan olunur. Amma əhsən Tacik boksçuya. O da başa düşür ki, Həsənov çox yaxşı mübarizə aparmışdı. Bəhruz İmarovun finaldakı rəqibi Özbəkistanlı idmançı olacaq.